Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasının növbəti qonağı rejissor Emin Əfəndiyevdir. Emin bəy, xoş gəldiniz. Salam, xoş gördük. Necəsiz? Yaxşıyam, çox sağ olun. Siz yaxşısınız. Emin bəy, bildiyim qədərilə siz professional idmanla məşğul olmusunuz. Judo ilə səhv etmirəmsə. Necə oldu ki, siz idmandan kinoya gəldiniz? Biraz bizə ondan danışın. Məktəb vaxtı məşğul olmuşam əslində. Mən elə bir ki, idman təməlli məktəbi bitirmişəm. Və 10 ilə yaxın judo ilə məşğul olmuşam. Gənclərin yığmasında hətta olmuşam. Elə idi ki, vəziyyət ki, bizdə belədir, mən o vaxtların biz Ayna Sultanovada qalırdıq və idman məktəbimiz isə Neftçilərdə yerləşir, 277 saylı. Və mən hər gün səhər tezdən evdən çıxırdım, trolleybus parkına gəlirdim və ilk trolleybus parkından trolleybus çıxırdı və qaranlıq olurdu həmişə. Minirdim və gəlirdim metroya, metrodan məktəbə. Məktəbdə də belə idi ki, saat elə bil tezdən saat 7-də bizim məşq başlayırdı. Məşq qutarırdı 9, 10-un yarısı belə təxmin bu vaxtlar və onda dərsimiz başlayırdı. Eyni binadadır. Sonra onda dərsə girirdim, 3-də dərs qutarırdı. 4, 5-in yarısı tezdən idman olurdu və axşam 6-7-də çıxırdım. Və bu hər gün davam edirdi. 11-ci sinifdə olanda başa düşdüm ki, mən artıq tatamidən başqa heç nə görmürəm. Günəşi görmürəm. Elə qaranlıqda çıxıram, qaranlıqda gəlirəm. Və yoruldum. Və kino çəkmək istədim. Kino çəkmək istədim necə əmələ gəlib? Mən paralel ORF-lərdə bizim məhəllədə bir uşaq var idi. O şeylə məşğul idi. Kamerası vardı, ad günləri çəkirdi falan belə toylar falan. Elə oldu ki, bizim qonşuluqda bir yas var idi və nəyə görəsə onu çəkmək istəyirdilər. Çox maraqlı bir vəziyyət idi. O yası siz neçənci illərdən danışırsınız? Bu hadisələr olub 2004-cü ildə. 2004-cü ildə. Və o mənə dedi ki, mənim də marağım vardı, oyunla belə şey eləyirdim, maraqlanırdım kamerası ilə falan. Dedi ki, bir yerdə işləyək. Mən də getdim oyunla, prosto bu yaz ərəfəsində belə çəkəndə qəribə bir şey oldu. Belə sənədli film vibe vardı əslində. Belə də dəfini çəkirdi, sonra belə insanlardan intervyu alırdı. Normal danışan adamlar idi, kamera qabağına gələndə ağlayırdılar nəyə görəsə, öz nə bilim, BBC-ni ya da salırdılar falan. Emosional dəyişikliklər baş verirdi. Yəqin ki, mənə elə gəlir ki, o podsaznaniya olaraq o məndə işləyib ki, mən sonra şuur aldı. 11-ci sinifdə başladım kino çəkmək istəyirəm. Məsələn, marağım var və belə gəldim. Halbuki mən uşaq vaxtı heç vaxt kinonu sevməmişəm. Yəni, necə sevməmişəm? Baxdığım filmlər əsas, nə bilim, o Bayvik filmləri idi də. İdmanla məşğul olurdum deyən, Bruce-lə baxırdım. Döyüş filmlərinə baxırdınız. Emin bəy, bu yaxınlarda İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalında mentor kimi iştirak etdiniz. Bu barədə istərdim biraz məlumat verəsiniz bizə. Mən ümumiyyətlə orada talent kompus var, istedadlar düşərgəsi belə deyim və oraya elə bil ki, müxtəlif ölkələrdən tələbələr gəlir əsas. Gəlir və orada seminarlar keçirilir, 10 gün ərzində belə master klasslar olur. Mən 16-cı ildə orada özüm tələbə olaraq iştirak etmişəm. Sonra elə oldu ki, mən ondan sonra filmlər çəkdim falan. Tənha İnsan monoloqunu filmini çəkdim və Fəcr Film Festivalına yollamışdım. Elə oldu ki, orada mənə yazdılar ki, biz film çox xoşumuza gəlir və bu illərim bizdə poetik kino ilidir. Mövzu olaraq konsepti belə götürmüşdülər Fəcr festivalı və mənə dedilər ki, siz mentor olaraq gəlib poetik kinodan dərs keçə bilərsiniz. Master class düzü mənim üçün gözlənilməz idi və razılaşdım və getdim. Və çox maraqlı da məncə alındım. Bəs sizdən başqa hansı ölkələrdən iştirakçılar? Yəni mentor olaraq deyirsinizsə var idi. Yəni düzdür, hamısı məndən başqa hamısı ulduzlar idi. Hamısı tanınan adamlar idi. Emin bəy özünə olduğu hesab eləmir. Yox, onlar özlərini təsdiq etmiş. Misal üçün orada operator vardı, təsvir rejissoru. Adam Abbas Kiarostami'nin operatorudur, adı yadımda qalmayıb.
yaşlı bir kişidir. Sonra misal üçün o Əsgər Fərhadinin Boşanma filminin quruluşçu operatorudur. Yəni adamın hesablayanda dünyada nə qədər mükafatları da çox məşhur bir adamdır. Sonra Yunan kinosundan, poetik kinosundan çox məşhur bir adam var idi. Sonra Nuri Bilge Ceylan var idi Türkiyədən. Yəni belə də hamısı ulduzlar idi. Bəs nəticə olaraq, yəni o festivalın nəticəsi nə oldu? Qalib gələn layihə mənə çox maraqlıdır. Dünyada konsepsiya olaraq, janr olaraq nə üstünlük təşkil edir? Çox maraqlıdır. Müəllif kinosu idi. Əsas müəllif kinoları idi. Çünki Fəcr özü yəni böyük festivallardan bir, kateqori festivallardan biri sayılır və orada əsas müəllif kinolarına üstünlük verirlər və bu ildəki əsas bu poetik sinema idi deyə daha çox o üslubda idi. Səhv eləmirəmsə İraqlı bir rejissor qalib gəldi. İraq filmi əsas mükafatı aldı, səhv eləmirəmsə. Bildiyimiz qədərilə Emin bəy gələn ay festivala gedir. Hə, gələn ilə daha doğrusu düşür. Tənha İnsan monoloqu filminin bir festival həyatı başlayıb. İndi bu 24-cü Dəkkə Film Festivalında olacaq və ondan sonra da bir neçə festival gözlənilir. Sadəcə olaraq hər dəfə dəvətnamə gəldikcə onu açıqlama verirəm. Belə, yəni ki, festival taleyini yaşayır belə. Tənha İnsanın monoloqu neçənci ildə çəkilib? Tənha İnsanın monoloqu 2024-cü ildə çəkildi. O Arkanın ilk istehsalı idi. Və kino gününə sifariş olaraq çəkilmişdi. Əslində çox çətin bir filmdir. Düzdür, teaserlərini izləmişəm və güman edirəm ki, çox dinləyicilərimizin, izləyicilərimizin xoşuna gələcək. Çünki ağır və düşündürücü bir film olacaq. Görək festival həyatı necə olacaq. Arkanın tam metrajlı filmlərə dəstək müsabiqəsində yeni layihəniz qalib gəlib. Hə, Qeyb olma adlı bir ssenari qalib gəlib. Bu mənimlə eyni zamanda müəllif olaraq Nərgiz Bagirzadə yazıb ssenarini, bir yerdə işləmişik və onu təxmini gələn ildən belə deyim də, gələn ilin mart, aprel aylarından artıq istehsala başlayacağıq. Emin bəy bir də bir neçə beynəlxalq festivallarda da iştirak edib. Düzdür, bizim birinci görüşümüzdə biz bu məsələlərə toxunmuşduq. Amma mən istərdim, bax, yenə də festivallara yollanacaqsınız. Bax, illər keçir, təcrübə olaraq nə qazanır Emin bəy? Fərq varmı keçən festivallarla indiki festivallar arasında? Təbii ki, fərq olur həmişə, çünki insan özü inkişaf eləyir. Misal üçün də indi daha çox münasibətlər qazanmağa üstünlük verirəm və daha çox kontaktlar qururam. Daha çox xarici prodüserlərlə, xarici insanlarla ünsiyyətdə daha çox oluram və çalışıram ki, növbəti layihələri ortaq eləyim. Çünki indiki dövr elədir ki, sən ortaq co-production eləməsən, çox çətindir yaxşı festivallara düşmək, layihəni satmaq. Bunlara görə mütləqdir co-production. Emin bəy, həm ssenarist, həm rejissorsunuz. Hansı daha yaxın, hansını daha çox hiss edirsiniz? Biraz çətin sualdır. Ssenari yazmaq mənim üçün daha asandır, nəinki film çəkmək. Çünki ssenaridə müəyyən karkaslar var, belə deyim, konstruksiya var. Əsas ideyanı tapırsan, qəhrəmanı müəyyən eləyirsən, qəhrəmanı tapandan sonra onun xarakterini müəyyən eləyirsən və belə əhvalatı yazırsan. Və ssenari yazanda mənə həmişə daha çox vəziyyətlərə qəhrəmanı salıram, situasiyalar yazmaq daha maraqlı olur, çünki özümdə tapıntılar eləyirəm. Kino çəkmək mənim üçün biraz çətindir. Psixoloji olaraq biraz çətindir. Çünki belə deyim, özümdən transfer eləyirəm. Məsəl üçün Tənha İnsan monoloqunu mən işləyəndə mənə biraz psixoloji çox çətin idi. Çünki orada bəzi səhnələr mənim şəxsi həyatımla bağlı olan səhnələr var. Və onu çəkəndə ki, emosional özündən çıxardırsan falan, həm səni fiziki yora bilir, həm psixoloji səni dağıda bilir. O baxımdan və film çəkəndə
çəkəndən sonraki yaranan boşluq, o sənə verilən belə deyim, bəlkə də stres, bəlkə də rahatlıq, bir müddət özünə adaptasiya olmağın özünə gəlməyin biraz vaxt aparır. Ssenaridə isə o şey yoxdur. Yox. Ssenaridə yazırsan və rahat sata bilirsən. Daha asandır. Daha Amma pul qazanırsan. gəlin razılaşaq ki, ssenarini yazan bir insan onu ekranlaşdıranda, yəni tam necə fantaziyamızda onu canlandırırsınızsa, mən düşünürəm ki, daha sizə asan ola bilər. Nəinki ssenarini yazıb başqa bir rejissora təhvil verəndə, o rejissor onu tam başqa bir səpkidə görür. Düz düşünürəm, yoxsa yox? O baxır janra. O baxır janra. Məsəl üçün elə əhvalatlar var ki, elə janrda yazırsan ki, o janrdan əslində çıxa bilmir. Rejissor çıxa bilmir və elə o janra uyğun da çalışır, işləsin. Nə dərəcə yaxşı işdir, pis işdir, o başqa məsələdir. O peşənin biliyindən asılıdır. Amma özün yazanda təbii ki, mən məsəl üçün öz filmlərimi özüm yazanda onun vizual həllini də bilirəm necə olacaq. Amma orada təkcə vizual həldən söhbət getmir də. Orada məsəl üçün aktyorun emosional oyunu var. Aktyorun düzgün vəziyyəti oynamağı var ki, o vəziyyət düzgün olmasa, ekrandan tamaşaçıya ötürmə düzgün olmayacaq. Çünki kino elə bir sənətdir ki, tamaşaçı ekranda baxanda aktyorla vəhdətdə olmalıdır. Emosional ötürmələr mütləq olmalıdır. Olmayanda belə deyim, quru alınır. Bəs aktyor seçimi? Aktyor seçimi ən çətin seçimdir əslində mənim üçün və aktyorla işləmək prosesi mən belə deyim, təcrübə qazandıqca başa düşürəm ki, ən əsası pre-production'a qədər, yəni belə deyim, hazırlıq dövründə olmalıdır mütləq. Çünki mən Tənha İnsan monoloqunu işləyəndə də elə bir Elşənlə Mahir Dərvişi demək olar ki, biz bütün əhvalatların hamısını bir aydan çox sadəcə olaraq masada oturub biz vəziyyətləri dəqiq analiz elədik, tapdıq və o tam hazır olandan sonra biz çəkilişə çıxdıq və onda həm asan da olur proses, çünki artıq aktyor həm obrazı mənimsəyib, yiyələnib, bilir nə necə oynamaq lazımdır, həm də ki iş tez başa gəlir, qənaət edir. Bax, bu illər ərzində bir çox filmlər çəkmişsiniz. Aralarında qısa metrajlılar var, tam metrajlılar var. Tam istədiyinizi çıxara bilmisinizmi? Yoxsa hələ də o cızmaqara edirsiniz, düşünürsünüz ki, bax, gələcəkdə mən bunu mütləq həmişə olur. Bilirsiniz necədir? Müəllif kinosunda müəllif rejissoru digər, məsəl üçün, kommersial işləyən rejissorlardan fərqi ondadır ki, müəllif kinosunun, müəllifin belə deyək də bir yolu olur və sən o yolda axtarışlar aparırsan. Belə deyim, özə suallar verirsən və o suallardan yola çıxıb axtarışlar aparırsan və o hər dəfə birini tapıb, tutaq ki, tapdın, bunu mərhələni çəkəndən sonra sənin növbətin nəsə narahat eləyir və sən həmin yola çıxırsan və axtarışlar aparırsan. Misal üçün, məndə axır vaxtlar Tənha İnsan monoloqunda da tənhalıq haqqındadır. İnsanın, bir kişinin tənhalığı, boşluğu, düşdüyü bir vəziyyət haqqındadır. Yeni bir əhvalatında da bir insanın qəfil tənhalaşması haqqındadır və onun psixoloji bu vəziyyəti necə qəbul etməsi və belə deyim, düşən vəziyyətlərdən çıxış yolunu nə cür tapması haqqdadır. Susaraq danışa bilirsiniz? Susaraq gözlər danışır. Bəs bir işin uğurlu olması üçün bir rejissor kimi və ya ssenarist kimi baxışınız çox maraqlıdır. Nə lazımdır? Özünə sadiq olmalısan. Özünə sadiq olmalısan və səni doğrudan da təsirləndirən, düşündürən mövzulara toxunmalısan və onu içdən çəkməlisən. Və heç bir layihəni belə deyim də yola vermək olmaz ki, bu adi işdir, bunu yola verim, növbətini götürəcəm, daha yaxşı çəkəcəm. O yola düşsən və sən pulunu da alsıcan qaçsan, məncə uğur olmayacaq. Günəşdə də ləkələr var filmi. Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi müsabiqəsində qalib olan 11 film layihəsindən biri idi. O necə yadda qalıb? Niyə görə Günəşdə də ləkələr var? Orada mən senarist deyildim. Elza xanım idi onun senari müəllifi. Mən sadəcə rejissor idim orada. Və deyim ki, biz pitching elədik, pitchinglə qalib gəldik. Sonra isə
Prodüser onun arxasıca getmədi. Prodüser Kamran Qasımov idi. Hə, niyə getmədi onu bilmirəm. O salona vermək lazımdır. Amma şeydir, biz mən rejissor olaraq orada hazırlıq dövrünü düz başlamamışdım, amma şeydir. Yəni orada rejissor idim. Bir çox mükafatlar qazanmısınız. Yeri gəlmişkən dinləyicilərimizin nəzərinə çatdırım. Son mükafatlardan biri səhv etmirəmsə 2016-cı ildə olub. 2016-da yox, mən 2025-ci ildə bu Kinoşünaslar və Kinokritiklər Gildiyasının Tənha İnsanlarla ən yaxşı filmi oldu və ən yaxşı rejissor mükafatı layiq görüldüm və ən yaxşı ssenaridə Qapıya görə aldım. Hədiyyə, Yuva, Abşeron abidəsi, Müəllim, Tənha İnsanın monoloqu. Bax, bütün bu filmlər arasında ən yadda qalan, ən çətin və ya ən çox sizə qəlbinizə toxunan hansı oldu? Tənha İnsanın monoloqu ən sevdiyim işlərimdəndir. Az öncə qeyd etdiniz ki, şəxsi həyatınızda. Çünki orada orada şəxsi əhvalatdır və şəxsi mövzular var, belə deyim də hadisələr var müəyyən mənada. Və oradakı ata-oğul münasibəti, çıxılmaz vəziyyət və mənim çox xoşuma gəlir. Məncə o ən uğurlu işimdir. Və gələcək layihələrinizdə biraz söhbət açdınız. Cızma-qaralarınız varmı yenə? Gələcək var. Orada da məsəl üçün belə deyim, bu əhvalat da mənim şəxsi müəyyən şeylərim, həyatımdan olan hissələr var. Biz necədir? Orada əhvalat belədir ki, biz həqiqətən də yaşadığımız insanı tanıyırıqmı? Yəni biz insanlarla 10 ildir bir yerdə yaşayırıq, onu həqiqətən də tanıyırıq. Çünki qəhrəman 10 ildir bir yerdə yaşayır və qəfil həyat yoldaşı evdən gedir. Niyə gedir? Onu tamaşaçı baxanda başa düşəcək və bu yoldaşını axtarmağa başlayanda anlayır ki, yoldaşını tanımır. O bilmir yoldaşı hara gedib, harda gəlir, nə edir? O bilir ki, onun 2 uşağı var və yoldaşı hər gün onları məktəbə aparır, getirir, uzaqbaşı rəqsə aparır, filan və evdə yemək bişirir və birdən qəhrəman anlayır ki, bu heç yoldaşını tanımır. Və bu axtarış vaxtı həm özünü tapa bilir, həm münasibətləri aid edə bilir. Biraz belə o da psixoloji bir şeydir, o tənhalığa qapanır və başa düşür ki, əslində biz həqiqətən də misal üçün yaşadığımız insanları həqiqətən də tanıyırıqmı, tanımırıqmı? Misal üçün onun analizi gedir burada. Mən düşünürəm ki, misal üçün də adi tutaq ki 10 nəfərdən paralardan deyim də, insanlardan birinə yaxınlaş soruş ki, sənin sevgilimin sevimli rəngi nədir? Və yaxud da sevimli gülün hansı gülü xoşdur, bilməyəcəklər. Və mən misal üçün bunu yazılan ərəfələrdə bir neçəsinə elə bir eksperimental bir sual verdim və başa düşdülər ki, doğrudan belə bir şey. Hətta mənim bir yaxın dostum var, bu yaxınlarda mənə dedi ki, mən 15 ildir evliyəm və dünən bilmişəm ki, mənim həyat yoldaşım şahmat oynaya bilirmiş. Yəni adam xəbər yoxdur ki, yoldaşı yaxşı şahmat oynaya bilirmiş. Sizcə səbəb nədir? Niyə belədir? Səbəb çox güman ki, münasibətlərdə insanlar tam açıq deyil və insanlar düşünür ki, hər şey belə deyim də. Biz necədir? Bizdə konsepsiyası kişi pul qazanır, evə gətirir və qadın evdədir, uşaqlara baxır və kişi formalaraq fikirləşir ki, yaşlı qaydasındadır. Və onu çörəklə təmin edirəmsə, belə deyim, istihdamı varsa, hər bir şəraiti varsa, uşaqların yaxşı geyimi varsa, məktəbə gedirsə, gəlirsə və demək hər şey qaydasındadır. Amma o daxili boşluqlar, o daxili çatışmamazlıqlar, onun analizləri, o barədə ünsiyyət qurulmur. Yəni o şey yoxdur. Bir də bizdə ailədə də misal üçün Avropada misal üçün mən bir neçə yerdə görmüşəm ki, adamlar oturub süfrə arxasında tutaq ki, bir il makaron yeyirlər, makaronun belə analizini eləyə bilirlər öz uşaqları ilə. Uşaq deyə bilər ki, bu dad mənim xoşuma gəlmir, nəyə görə gəlmir? O soruşur, niyə gəlmir? Birinci sualını verirlər. Və uşaq o niyənin izahını tapır. O niyənin izahını tapanda sən psixoloji özündən çıxardırsan. Ki, səndə nəyə xoşuna gəlmir? Düşünürsən, özü tapırsan. Bizdə isə o problemlər var da. Bizdə sən qabaqla valideyn yemək qoydu, sonra yeməlisən və hələ çox sağ ol deməlisən. Sevsən də, sevməsən də. Və ağlamaq olmaz. İçində saxla və s. O şeylər var ki, yəni insan tam açılmır. Və açılmadıqca da o stresslər yığılır.
Və bir zamandan sonra əslində sən yaxın bildiyin insanlar elə yaxınlığında olaraq itirirsən onları, sadəcə onu dərk eləmirsən. Emin bəy, təklik və tənhalıq arasında incə bir çizgi var. Mən arzu edirəm ki, tənha olmayasınız. Çox sağ ol. Tənha insanın monoloqu ərsəyə gəlsə də, siz ara sıra tək ola bilərsiniz, amma tənha olmayasınız. Sizdən yeni layihələr gözləyirik. İşlərinizdə uğurlar diləyirəm. Düşünürəm ki, bu yeni layihəniz də çox maraqlı olacaq. Ucundan qulağından bizə dediniz. Bəzən belə psixoloji məqamlar lazımdır düşünmək üçün. Və arzu edirəm həyatınızda, işinizdə hər şey çox yaxşı olsun. Çox sağ olun, təşəkkür edirəm. Dəvəti üçün çox sağ olun. Hörmətli dinləyicilər, qonağımız ssenarist, rejissor Emin Əfəndiyev idi. Minnətdaram. Çox sağ olun. Cinema Radio, Cinema Radio, Cinema Radio.